Bizim musiqi, mən bunu dəfələrlə qeyd etmişəm, bizim musiqinin kökü, bünövrəsi özündə bütün dünyadakı əsasən müasir musiqi janrlarının hamısının elə bir ki, orada bir rüşeymi var. Çox zəngin. Dəfələrlə demişəm ki, baxmayaraq ki, yəni 19-cu əsrin ortalarında əmələ gəlib bu rep, bizdə rüşeym Azərbaycan xalq böyük şifahi musiqi, dəyişmə deyilən bir qəzəl, düşüncə, fəlsəfə, bətahətən gələn ritmlərimizin üzərində bir meyxana musiqisi, artıq bizim xalq musiqimiz var idi. Caz, o da 19-cu əsrin əvvəllərində yaranıb, okeanın o tayında biz azad təfəkkür deyilir. Yəni insanın bir musiqinin, bir ritmin, bir melodiyanın üzərində, tonallığın üzərində düşüncələrinin gəzişməsi. Bu artıq bizim muğamımızın, rüşeymdə muğamımız. Yəni bu hələ 19-cu əsrin əvvəllərində falanında orada nəsə formalaşırdı. Yəni Azərbaycan musiqisinin nə Avropaya, nə dünyaya təqdimatında, əgər bunu peşəkar musiqiçi və janr, stil etibarı ilə o stilin məktəbini bilirsə, bizim musiqinin içərisində bütün stilləri istifadə etmək üçün, onu yaratmaq üçün milli qollarımız var. Azərbaycanda milli estradanın bütün janrlarda milli qollar var. Yeganə dünyada bəlkə xalq musiqi sahibiyik ki, belə mədəniyyət sahibiyik ki, bizim musiqimizdə bütün janrların rüşeymləri var. Biz onu müasir səslənməklə rahat, heç nəyi dəyişdirmədən təqdim edə bilərik. Bax, bunu da özüm üçün illərdir bu elmi işlərdə bunu özüm üçün açıqladım ki, biz xaricdən heç nəyi götürmürük. Hamısı bizdə var. Sadəcə o janra yaxınlaşdırıb təqdim edə bilərik.